Birinci seminarımızın təhsil yolunda doğru seçim. Azərbaycan və xaricdə təhsil almağın yolları. Bu mövzuda təlim keçiriləcəkdir. Belə ki, universitetləri və yaxud da təhsil xəstələrini təqaüdlə təhsil almağı öyrənəcəksiniz. Təlim zamanı yaranan suallarınızı qeyd edə bilərsiniz. Əks təqdirdə mikrofonlarınızı bağlı saxlamanızı xahiş edirəm. İndi isə təlimçimizi təqdim etmək istəyirəm. Təlimçimiz Xumar Hüseynovadır. Buyurun Xumar xanım, söz sizdədir. Salam, hər vaxtınız xeyir olsun. Çox təşəkkür edirəm ki, bu şansı yaratdınız və başqa gənclərə də bu informasiyaları ötürməyə köməklik göstərirsiniz. İndi mən ekranı bölüşəcəm, slaydları göstərmək üçün sizə. Sadəcə buradan bölüşə bilmirəm. Nəsə problem yaranır. Məsəl problem yaranır. Olarmı ki, mən sizə slaydları atım, oradan göstərərsiniz siz? Okay. Görürsünüzmü ekranı? Ekranı görürsünüz. Xeyr, hələ göstərmir. İndi görürsünüz. Çünki məndə Yox. göstərirmiş kimi göstərir. Mən normalda Google Meet üzərindən keçirirəm. Orada belə həmçinin çox problemlər olmur. Okey, görürsüz indi. Amma göstərmir bura. Xeyr, göstərmir. Hə, indi göstər. İndi ekranı görürsüz, yoxsa yəni slaydları görürsüz, yoxsa ancaq ekranda? Slide görsənir. Okey, super. Okey gənclər, deməli bu günləri mövzu xaricə gedən yol beynəlxalq könüllülərdən başlayır və mən ESC, yəni Erasmusun könüllü proqramlarıdır. Daha sonra Erasmus bildiyiniz kimi bir növ deyil, onlar bir çox növləri var Erasmusun. Onlar barədə danışacağıq. Həm könüllü, həm təhsil üçün. Daha sonra bilmirəm aramızda bizdə məktəblilər var ya yoxdur. Əgər varsa Flex barədə danışa bilərik. Flex barədə indi deyəcəm Flex nə deməkdir. Və CV hazırlığı və motivasiya məktubu necə düzgün hazırlamalıdır, onların yollarını sizə izah edəcəm. Amma gəlin ilk öncə məni tanıyaq. Deməli, mən Hüseynova Xumar. Slaydları görürsünüz, düzdür? Çünki məndə etdi. Okey. Mən Hüseynova Xumar, mən özüm əslən Lənkəranlıyam və 18 yaşım var, avqustda 19 yaşım olacaq. Və Flex proqramı ilə Amerikanın Chicago şəhərində bir il keçirmişəm və orada mən təhsil almışam 12-ci sinifi tam təqaüdlü şəkildə.
Və bu müddət ərzində bir çox könüllü layihələrdə iştirak etmişəm. Mədəniyyətimizi tanıtmaq üçün bir çox təqdimatlar, milli rəqslərimiz və yeməklərimizi xarici ölkələrdə nümayiş etdirərək ölkəmizi təmsil etmişəm. 5 dili fərqli səviyyələrdə bilirəm. Azərbaycan dili, ingilis dili, rus dili, türk dili bunlar C1 səviyyəsində. Biraz da mən Amerikada olanda fransız dili keçdiyimə görə fransız dilini bilirəm və ərəb dilinin yazılışını və oxunuşunu bilirəm. Və mən gənc yaşlarımdan bəri, mən 15 yaşımdan bəri mən elə sosial aktivlik ya da ki özüm üzərində çalışmağa başlamışam ki, mən daha çox inkişaf edeyim və 15 yaşımda mən Lənkəran Gənclər Evinin iki klub rəhbəri idim. Biri Rus dili danışıq klubu, bir də ki ə, kreativlik klubu. Ondan əlavə olaraq da bilmirəm, siz Şən Gənc televiziyasını eşitmisiniz yoxsa yox. Həmin televiziyada baş rollarda oynamışam mən bir il müddətində. Bundan əlavə olaraq daha aktiv klub fəaliyyətləridir, könüllü layihələrdir və müxtəlif yarışmalara qatıldığıma görə indi hal-hazırda 50-dən çox həm beynəlxalq, həm də ki Azərbaycandan olan sertifikatlarım var. Deməli, ekran görünür, düzdür? Yenə də dedim, əmin olun. Bəli, görünür. Okey. Deməli, bu günləri nələr öyrənəcəksən? Avropa Dayanıqlı Korpusu barədə danışacağam. Hansı ki, mən özüm də həmin proqramlar sayəsində xarici ölkələrə gedirəm. Həm Türkiyəyə 2 ay müddətində, 3 aylıq da Rumuniyaya getmişəm. Daha sonra Erasmus Plus proqramları və onların növləri, Flex proqramı, xaricdə ödənişsiz təhsil yolları, CV hazırlığı və müraciət prosesi və faydalı resurslar və tövsiyələrlə sizlərə bölüşəcəm. Deməli, ESC nədir? Deməli, Avropa Dayanışıqlı Korpusu 18 yaşdan 30 yaş arası gənclər üçün yaratdığı tam ödənişsiz könüllü proqramıdır. Ödənişsiz dediyimə baxmayın, yəni ki, indi burada nələr qarşılanır, sizə nə qədər büdcə ayrılır, onların hamısını deyəcəm sizdən. Və siz 3 həftədən, hərdən elə olur ki, o 2 həftədə olur, 1 həftədə ola bilər. Amma ki, çox vaxtı 3 həftədən 12 aya qədər Avropanın istənilən ölkəsinə gedib, orada ekoloji və təbiət layihələri, uşaqlarla işləmə, idman, mədəniyyət, sosial yardım işləri görürsüz. Və deyə bilərsiniz ki, Azərbaycan gəncləri necə bundan faydalana bilər? Deməli, bu proqram bütün Azərbaycan gəncləri üçün açıqdır. Yəni, iştirak üçün vizadan tutmuş layihəyə tapmağa qədər hər şey onlayn şəklində mümkündür. Və proqram nələri qarşılayır? Deməli, xərclər ESC tərəfindən, Avropa İttifaqı tərəfindən hamısı ödənilir. Yəni sizin aviabiletlər, gediş-gəliş biletləriniz, yaşayış, çox vaxtı siz ya yurtda qalırsınız, ya da ki siz ə, bir könüllənən evdə qalırsınız. Daha sonra sizə aylıq cib xərci və həmin yaşayışında, həmin qalacağınız evində bütün ödənişi Avropa İttifaqı tərəfindən ödənilir. Həmçinin kommunalni falan, yəni heç bir ödəniş eləmirsiniz onlar üçün. Daha sonra sizə aylıq cib xərcliyi verir. Yəni könüllü deməyimə baxmayın, burada sizə maaşlı verilir aylıq. İndi bu hətta 300 evronu belə keçə bilər. Məsələn, mən Türkiyəyə gedəndə biz orada yemək pulu verilmirdi deyə bizə yemək pulu verilmirdi deyə bizə yurtda qalırdıq daha doğrusu. Ona görə yemək pulu verilmirdi. Və ona görə ancaq bizə aylıq cib xərcliyi verildi. O da ki 180 evroya qədər. Amma mən Rumuniyada olanda 3 aylığına könüllü üçün orada biz könüllülərlə bir evdə qalırdıq və yeməyi də normal olaraq özümüz hazırlayacağımıza görə bizə həm yemək pulu, həm də ki cib xərcliyi verilirdi. Bunlar da 280 evroya qədər çıxırdı. Daha sonra siz burada 1000 dollara qədər sığorta ilə təmin olunursunuz. Yəni, məsələn, Allah uzaq eləsin, siz könüllü elədiyiniz müddətdə ya diş ağrısı, ya da ki təcili sizə əməliyyat lazım olsa, 1000 dollara qədər Avropa İttifaqı onu qarşılaya bilir. Amma ki, bu proses necə olur? İlk öncə siz ödəniş eləyirsiniz. Ondan sonra onların bir web saytı və proqramı var. Orada bütün nələr lazımdırsa, yəni ki, bu əməliyyatın ya da ki, bu müalicənin təcilliyyətinə dair bir sizdə arayış olmalıdır. Yəni bir çox sənədlər toplamalısınız. Sonra siz həmin web saytı ya da ki proqrama yerləşdirirsiniz. Eləçinə onlar sizə bütün ödənişi nə qədər xərcləmişsinizsə hamısını geri qaytarır. Mən Türkiyədə olanda məndə diş müalicəsi olundu, təcili idi. Ona görə mən 300 neçə manata qədər pul xərcləmişdim, 380 neçə. Onların hamısını mənə geri qaytardılar bir neçə müddət sonra. Daha sonra viza prosesində viza ödənişlərdə elə layihələr olur ki, hansı ki deyir ki, biz viza ödənişlərini qarşılamırıq. Amma elə layihələr də olur deyir ki, biz viza prosesində bütün ödənişlər nələr lazımdırsa hamısını eləyirik. Və sizin göndərən təşkilat olur. Onlar da viza
viza prosesində bütün köməkliləri sizə göstərirlər. Yəni ki, siz orada qalmırsınız ki, mən hansı dokumentləri yığmalıyam, hansı dokumentlər lazımdır mənə. Bütün sizin göndərən təşkilat onlar barədə sizə köməklər göstərir və hətta bir çox sənədləri özləri hazırlayırlar. Amma ki, vizaya müraciəti özünüz edirsiniz. Yəni onlar sizə göstərirlər hara girməlisiniz, nə etməlisiniz. Və siz getdiyiniz ölkədə həmin ölkənin dilini bilməsəz, sizə dil kursları keçirilir. Məsələn, mən Türkiyədə olanda mən həmin dili bilirdim deyə bizə dil kursu keçirilmədi, amma orada elə İrlandiyadan, başqa İspaniyadan falan könüllülər var idi, hansı ki onlar türk dilini bilmirdilər. Onlara türk dili dərsləri keçirilirdi onlayn şəklində. Mən Rumuniyada olanda mən Rumun dilini bilmirdim deyə mənə hər 2 həftədən bir Rumun dili dərsləri olurdu, 1 saat, 2 saat. Və sən faktiki olaraq heç bir xərc eləmədən Avropada yaşayırsan. Yəni bu təcrübəni qazanırsan. Və bunu da qeyd edeyim ki, biletləri və vizaları da siz öncədən alırsınız. Ondan sonra siz könüllü üçün gedəcəyiniz ölkəyə onlar bütün ödənişləri sizə geri qaytarırlar. Və göndərən təşkilat, bayaq dediyim kimi, deməli sizə göndərən təşkilat olaraq Sağlam Düşüncə Gənclər Təşkilatı var. Instagramda SDCT yazsaz gələcək həmin təşkilat. Onlar sizə ödənişsiz şəkildə səhv eləmirəmsə köməklik göstərirlər. Sadəcə siz deyin ki, bəs mən ESC-lərə müraciət eləmək istəyirəm, mənə bu yolda kömək göstərə bilərsinizmi? Daha sonra onlar hərdəm elə vaxt olur sizə layihə seçimində köməklik eləyir. Hərdəm elə özləri deyirlər ki, siz özünüz müraciət eləyin, intervyu qəbul olun. Qəbul aldıqdan sonra hansı ki dokumentlər falan yığılmalıdır vizalar üçün. O zamandan sonra biz sizinlə işləməyə başlayacağıq. Amma ki, motivasiya məktubu, CV hazırlığı əvvəllər dəstək olurdular. İndi bilmirəm aşağı dəstək olurlar, olmurlar. Onu yenə də maraqlanarsınız həmin Sağlam Düşüncə Gənclər Təşkilatı ilə. Və dediyim kimi, viza və səyahət zamanı sənədləşmələrinin hamısını köməkli göstərirlər və layihə zamanı siz Azərbaycandan uzaq olacaqsınız deyə onlar sizə həm psixoloji, həm də ki, təşkilatı nə lazımsa dəstəyi göstərir. Və ESC-nin üstünlükləri ondan ibarətdir ki, bu tam ödənişsiz Avropada yaşamaq təcrübəsidir. Və siz burada dil biliklərinizi gücləndirirsiniz. Yəni ki, ingilis diliniz A2 səviyyəsindədir və xarici ölkələrdə sizin Azərbaycan dilinizi heç kim bilmir. Və ola bilər ki, Azərbaycandan heç sizlə eyni vaxtda könüllü belə olmasın. Mən Rumuniyada olanda mən 3 ay müddətində heç könüllü yox idi Azərbaycana. Hamısı xarici ölkənin vətəndaşları idi. Ona görə məcbur olursunuz bütün gününüz ingilislə danışırsınız, ingiliscə keçirsiniz bütün dialoqları. Ona görə də sizin avtomatik olaraq həm dil səviyyəniz də inkişaf olunur burada və CV-də çox böyük üstünlük olur sizin bu Erasmus proqramlarına qatılmanız. Çünki Erasmus proqramını zaten qazanmaq çox da asan deyil. Məsələn, bəlkə də mənim adi Türkiyəyə 2 aylıq layihəyə müraciət elədim. 200-300 nəfərdən biri olaraq seçilmişəm 2 ay müddətində. Yəni və siz gələcəkdə Avropa CV-si alırsınız. Və siz gələcəkdə bu hansı işə müraciət eləyəndə, ya hansısa bir layihəyə ya da universitetə inşallah ki, xarici ölkələrdə müraciət eləmək istəyəndə sizin artıq Avropass USPAS sertifikatı aldığınıza görə sizi göndərmə şansları da seçmə şansları da artır. Ki siz bu proqramın qalibi olmusunuz və dediyim kimi onlar yəni asan bir proqramlar da deyil ki, hər kəs qəbul alsın, hər kəsə işin olsun bu. Daha sonra sizin mədəniyyət arası bir çox əlaqələriniz olur, dostluqlarınız olur. Adi Türkiyəyə belə gedəndə mənim orada bir çox xarici ölkələrdən dostlarım oldu, əlaqələrim çoxaldı və bu sizin üçün gələcəkdə çox müsbət bir rol oynayır. İndi deyə bilərsiniz ki, mənim nəyimə lazım olur, amma gələcəkdə ola bilər lazım bunlar sizə. Daha sonra gələcəkdə Erasmus və əmək proqramlarına giriş üçün əla, möhtəşəm bir addımdır. Daha sonra deməli, müraciət prosesini indi mən sizə canlı göstərəcəm, göstərmək istəyərəm ki, yəni sizdə çox da qaranlıq qalmasın ki, yəni bu proqrama necə müraciət olunur falan. Deməli, sadəcə üstdən belə keçim, indi birazdan sizə canlı göstərəcəm onu. Deməli, ESC portalının ilk öncə qeydiyyatdan keçirsiniz, sonra layihə seçirsiniz və bunu da qeyd edeyim ki, siz əgər profilinizə CV yerləşdirməsəz, sizin siz heç bir layihəyə müraciət eləyə bilmirsiniz və sizin həmçinin motivasiya məktubu və CV-lər də ödəniş üzrlə sayın. CV-lər və motivasiya məktubları da ingilis dilində olmalıdır. Yəni bunların hamısı ingiliscə tamamlayırsınız. Daha sonra layihəyə müraciət elədiyini tutalım ki, əgər hansı bir layihədən qəbul aldınsa intervyuya,
Siz intervyuya qatılırsınız və intervyudan qatıldıqdan sonra da sizdə indi deyə bilərlər ki, okey, sizi qəbul elədi ya da ki, qəbul eləmədi. Əgər qəbul eləsinlər, artıq siz ə, sənədləşmə proseslərinə gedirsiniz. Və indi sizə burada canlı göstərmək istəyirəm ki, siz necə bu proqramlara müraciət edə bilərsiniz. Ekranımı görürsüz buradan. Bəli, görsən. Deməli, ESC olaraq yazırsınız ilk öncə və burada login or register var. Ora daxil olursunuz. Sonra burada login to your account. Bir dəqiqə, mən artıq akkauntum var burada. Ona görə sizə ilk öncə register göstərim necə olur. Deməli, register olanda ilk öncə özünüzün hansı ölkədənsiz onu qeyd edirsiniz. Vətəndaşlığınız hansı ölkədəndir. Daha sonra öz doğum tarixinizi seçirsiniz və bu layihələrə dediyim kimi siz 18 yaşınızda müraciət edə bilir ya da ki 17 yaşınızda müraciət edə bilərsiniz, amma artıq layihə başlayanda sizin 18 yaşınız tamam olmalıdır. Çünki Erasmusun qaydaları var, yəni ki, onlar 17 yaşdan götürə bilmirlər təəssüf ki. Deməli seçirsiniz öz doğum tarixinizi və submit edirsiniz. Məndə burada artıq akkauntum var deyə mənə promo login atacaq. Amma siz bunu elədikdən sonra sizə e-mail gələcək və e-maildə də siz orada deyəcəklər ki, bəs parol qoyun falan. Parol qoyandan sonra yenə daxil ola bilirsiniz login hissəsinə. Yəni sizin o səhifəniz açılmış olur. Və burada da deməli bura biraz qarışıqdır. Niyə? Çünki əvvəllər sadəcə parol yazaraq girə bilirdiniz. İndi sizə bir proqram göstərəcəm. O proqramla yalnız daxil ola bilirsiniz. Burada ekranda e-login adlı səhifəni görürsünüz proqramı. Yoxsa Yox, telefon görsən. dumanı görsənir. Hə, dumanı görsən. Bir dəqiqə o zaman. Ee, Okey. Ha tərəfdə. Okey. Bir dəqiqə. Burada, burada nasıl söndü telefon? EU dumanı görsənir yenə də. Dəqiqə zəhmət olmasa indi sizə göstərəcəm bunu. Mən nə elədiyimi bilmirəm. Burada görsənmir ümumiyyətlə. Bağlanır ekran. Qısacası EU Login adlı bir proqramdır. Siz o proqrama daxil olursunuz. Eləncə həmin proqramdan siz burada olanı orada əlaqələşdirirsiniz. Elə bil orada Register My Device olur və burada da siz account hissəsi gəlir. Burada siz password ya da ki nəsə alınmayanda account hissəsi gəlir. Siz o accountla orada add my device, orada kim köməklik lazım olsa mənə yazarlar. Mən orada sizə köməklik göstərərəm. Çünki beləncə deyərə biraz baş qarşılığı olur. Çünki orada QR kod verilir hər dəfə siz skan eləyəndə telefonu. O QR kodla siz hər dəfə girə bilirsiniz. Hər dəfə də fərqli-fərqli QR kodlar olur. Məsələn, burada mənə indi şey verəcək. Mən də burada göstərməyəcəklər. Məsələn, burada skan QR kod var. Mən ona basacağam. Buradakı QR kodu skan eləyib eləncə burada mənə bir neçə rəqəmli kod verir. 8 rəqəmli. Həmin rəqəmli kodu yazaraq eləncə daxil ola bilirəm. Və dediyim kimi hər dəfə də fərqli-fərqli kodlar olur burada. Yəni ki, hamısı bir kodu ikinci dəfə istifadə edə bilmirsiniz. Daha sonra məsələn, beləncə artıq səhifəyə giriş eləyirsiniz siz. Buradan proceed. Artıq səhifəyə giriş eləyirsiniz. Və ilk öncə gedəcəyiniz yer My Profile hissəsi olur. Deməli, My Profile-da siz bura heç bir şey eləmə məcburiyyətində deyilsiniz. Burada sizin əlaqə nömrənizdir, sadəcə sizin barədə əlaqə nömrəniz barədə məlumatlardır. Burada Your background, education and skills'a girirsiniz. Və burada siz sadəcə qısa öz təcrübələriniz barədə,
Əgər iş təcrübəniz varsa, iş təcrübəniz barədə, məktəb təcrübələri, yəni ki, məsələn, nə qədər layihələrə qatılmısınız, sosial aktivliyiniz varmı, yoxdursa özüm universitetiniz barədə danışırsınız, hansı ixtisası bitirmisiniz falan. Kimi, yəni 800 karaktera qədər yazırsınız. Karakter də nədir? Adi salam sözü bir sözdür, amma 5 karakterdir. Yəni probel belə, bir dənə probel belə bir karakter sayılır. İndi burada məndə uje 800 tam oldu deyə alınmır. Məsələn, mən probel qoysaz elə o da bir karakter olaraq sayılır. Qısaca yazırsınız onu. Mən Amerikada olan təcrübələrimi yazdım, xarici təcrübələrimi. Prosta çoxdan yazmışam deyə hələ də onlar yəni qalıb yeniləmək lazımdır. Daha sonra əgər özünüz barədə ətraflı yenə məlumatlar vermək istəyirsinizsə, o zaman ə, additional information about yourself verirsiniz və burada qısaca 400 karakterə qədər yazırsınız və burada da öz dil biliklərinizi qeyd edirsiniz ki, sizin dil bilikləriniz hansılardır. Və dediyim kimi, sizin ingilis dilində CV-niz olmalıdır. CV-də adi Canva-dan ya da ki Word proqramından hazırlanmayan CV-lər lazımdır. Onu da göstərəcəm hansı CV-dən köməkliyi ala bilərsiniz. Ə, Əgər CV-də köməkliyi lazım olsa, mən CV-ləri düzəldirəm, köməkli göstərirəm. Yəni əgər eləyə bilməsiniz, amma ki çox da çətin bir şey deyil. Düzdür, vaxt aparır, amma çətin bir şey deyil. CV-nizi bura əlavə edirsiniz. CV-siz heç bir layihəyə müraciət edə bilmirsiniz. Məsələn, mən əgər burada CV-mi silsəm, hansı layihə axtarışına gedəndə onlar mənə deyəcəklər ki, sənin CV-in yoxdur deyə sən heç bir layihəyə müraciət edə bilmirsən. Ona görə CV-nizi əlavə etməlisiniz ki, layihələrə müraciət edə biləsiniz. Və burada qısaca bəlli qeyd edirsiniz ki, və siz nə kimi layihələrə müraciət etmək istəyirsiniz, yəni nə barədə olsun layihələr ya da nə layihələr sizi cəlb eləyir. Sonra nə kimi təcrübələrinizi falan siz bura gətirə bilərsiniz. Yəni ki, European Solidarity Corps-a ESC layihələrinə. Daha sonra hər dəfədə mütləq şəkildə save eləyin bütün qeyd elədiklərinizi ya da ki, nəsə yazdıqlarınızı. Çünki save eləməsiz çıxdısa bütün yazılarınız siləcək, yəni boşuna gedəcək. Ona görə save eləyin. Burada Solidarity Project-də bir şey yoxdur. Volunteering Project-də isə siz hansı ölkələrdə volontyorluq eləmək istəyirsiniz, könüllü eləmək istəyirsiniz, onları qeyd edirsiniz. Zaten burada hamısını seçə bilərsiniz. Burada select all var, hamısını seçə bilərsiniz, istəyirsinizsə. Sonra bundan qabaq sizin qısaca 400 karaktera qədər ə, sadəcə bundan qabaq əgər könüllü təcrübələriniz varsa, könüllü təcrübələrinizi qeyd edirsiniz və qısa 400 karakterə qədər motivasiya məktubu yazırsınız ki, bəs mən niyə ESC layihələrində iştirak eləməliyəm ya da ki, niyə istəyirəm? Bura qatılaraq nə kimi qatqılarım ola bilər falan. Bura əgər siz bundan qabaq könüllü eləmişsə, mən artıq 149 gün könüllü eləmişəm, 5 ay yəni könüllü eləmişəm ESC layihələrində, ona görə onu qeyd edirəm bura və yenə də təkrardan save-ə basırsınız. Okay. Bundan da sizin profiliniz artıq tamamdır. Uşaq layihələrə müraciət edə bilərsiniz. Və hansı layihəyə də müraciət etmək istəyirsinizsə, heç bir ödəniş sizdən almırlar. Kimsə də sizə desələr ki, bəs ödəniş elə bizə, onları mütləq şəkildə şikayət etməlisiniz. Çünki bunlar tamamilə ödənişsiz layihələrdir. Bir gün istəyirsinizsə, yəni yüzlərlə layihəyə müraciət edin. Heç kim sizdən ödəniş almayacaq ona görə. Baxın, deməli, hal-hazırda Azərbaycanda açıq olan bu qədər layihə var. 97 dənə layihə var. İndi bir dənə zəhmət olmasa mənə burada olan Avropa ölkələrindən birini deyərsiniz. Ki, məsələn, ona baxaq görə deyərəm sizə ki, necə gedir qeydiyyat prosesi. Bunlardan hansını istəyirsiniz, hansı ölkədə də könüllü eləmək istəyirsiniz? İspanya ola bilər. Görə İspaniya var burada. İspaniya var, bəli. Məsələn, İspaniya hal-hazırda 6 dənə açıq layihə var Azərbaycanda və bunlar hamısı Azərbaycanı tanıyan layihələrdir. Ona görə siz qeydiyyat eləyəndə orada qeyd edirsiniz ki, mən Azərbaycan vətəndaşıyam və Azərbaycan vətəndaşlığı olduğunuza görə artıq sizə orada göstərirlər ki, bəs hansı layihələr ümumi Azərbaycana açıldı. Yəni o qədər layihələr olur, qabağımıza çıxır, deyirlər ki, Azərbaycanı tanımır falan, hər dəfə axtarırsınız da. Ona görə burada daha rahat da müraciət etmək və bütün müraciətlər də elə buradan olur. Deməli, alt dənənin üstünə klikləyirsiniz və burada da, məsələn, burada göstərir ki, tutam, bu İspaniyadakı layihə 1 il müddətindədir. Məsələn, bu tarix mart 2026-dan gələn ilin 2027-nin martına qədər. Deyirsə, oyda yaxşıdır məsələn. Mənə bu aylıq, bu ay arası mənə sərf edir. Siz müraciət edirsiniz.
Və burada da qısa oxuyursunuz ki, bəs ə, nələr baş verəcək burada, nə kimi layihələrdir bunlar, nələr eləyəcəklər, məsələn, ə, nə qədər sizə aylıq, məsələn, bunlar deyirlər ki, ə, cooking, bunlar sizə cib xərcliyi veriləcək, yəni 5 evro gündə sərf eləmirəmsə, bəli, gündə 5 evro, amma ki, sərf eləmirəmsə, yemək pulu verilmir. Tam olaraq yazılmayıb deyəsən yemək pulunu verir və deyir ki, hər volontyorlara velosiped verilir ki, yəni getsinlər hara istəyirlər rahat şəkildə. Və participant profile-a mütləq baxın. Ki, yəni onlar qeyd edir. Hərdən elə vaxt olur ki, deyirlər ki, biz istəmirik ki, Azərbaycandan məsələn 30 günlük layihələr deyirlər ki, 30 gün müddətində Azərbaycandan həmin ölkəyə viza tələb olunmasın. Onun diqqət edin. Azərbaycana açıq olsa belə onlar olur orada çox vaxtı. Və burada deyir ki, able to speak Spanish before arrival and working living in a small area. Deyir ki, İspan dilini biraz bilməlidir. Çünki İspaniyada ya da ki başqa ölkələrdə ola bilər ki, yəni İngilis dilini bilməsin. Mən Rumuniyaya gedəndə heç kim ingilis dilini bilmirdi. Ona görə mən biraz orada çətinlik çəkirdim fikrimi ifadə eləməyə falan. Ona görə də həmin ölkənin dilini bilsiniz daha yaxşıdır və bunlarda İspan dilini bilən birini axtarırlar. Əgər bilmirsinizsə, o zaman çıxırsınız, gedirsiniz başqa layihə axtarırsınız. Bir dəqiqə. Hə. Sən gedirsiniz başqa layihə axtarırsınız. Görürsünüz ki, bu mənlik deyil. Gedirsiniz başqa layihəyə. Məsələn, burada bir dənə layihə var. Bunlar 5 aylığınadır səhv eləmirəmsə. 4 aylığına. 4 aylığına layihədir. Purçena şəhərində. Və qeydiyyatda iyunun 22-sinə qədərdir. İyunun 22-sinə qədər siz müraciət edə bilərsiniz bura. Və mən bura müraciət edə bilmirəm artıq. Niyə? Çünki mən ə, uzun müddətlərə çox da gedə bilmirəm. Çünki mən 5 ay tamamlamışam, 7 ay geridə. Mən maksimum 18 yaşdan 30 yaşa qədər 1 il müddətində könüllü elə bilərəm. İstəyirəm bu 1 ili mən 18 yaşımda elə tamamlayım, ya da ki, istəyirəm mən 30 yaşıma qədər bu 1 ili tamamlayım. İndi 5 ay məsələn mən tamamlamışam. 2 ay Türkiyədə, 3 ay Rumuniyada. Və bu layihələrdə uzun müddətli olduğuna görə 4 ay mən indi müraciət edə bilərəm böyük ehtimalla ya 6 ya da ki 7 aylıqlarına. Yəni ondan az ola bilməz, inanmıram. Çünki burada dediyi kimi you cannot apply to this activity do you? Yəni bundan qabaq mən uzun müddətdə iştirak eləmişəm deyə yenə də iştirak edə bilmirəm maalesef. Bunlar da 6 aylıq layihələrdir və burada oxuyursunuz ki, məsələn, burada belə şey eləyəcəksiniz, yəni layihə nə barədədir, nə kimi işlər görəcəksiniz falan. Görürsünüz ki, okey, hələ ki mənə yaxşıdır mənə görə. Hərdən elə vaxt olur, onlar qeyd eləyirlər ki, məsələn, sizə nə qədər yemək pulu verəcəklər, harda qalacaqsınız falan. Elə vaxt olur ki, onlar qeyd eləmirlər onu. Və burada participant profile-a baxırsınız. Bunlar burada demək olar ki, çox şey istəyirlər. Participantdən. Məsələn, ilk öncə deyirlər ki, 18-30 yaş arasında olmalısınız. Sonra yəni ki, biraz digital media volunteering-dən təcrübəniz olmalıdır. Daha sonra başqa şeylər barədə danışırlar ki, məsələn, onlar barədə təcrübəniz olmalıdır. Diyorsunuz, okey, mənim üçün yaxşıdır bu. Lakin indi mən bura müraciət edə bilmirəm, göstərə bilmirəm. Ona görə başqa layihəyə gedəcəm. Bəlkə o biri layihələr qısa müddətlər olanda mən müraciət edə bilərəm, göstərə bilərəm ki, sizə necə gedir bu layihələrə müraciət. Aha, görün bura olur. Yox, burada olmur. Bir dəqiqə. Mən onu axtarıram ki, göstərim sizə layihələrə müraciət sonra necə davam eləyəcək. Yəni necə elə layihələr olur ki, sizdən motivasiya məktubu istəmirlər. Elə layihələr də olur ki, onlar sizdən motivasiya məktubu istəyirlər. Məsələn, Türkiyə indi daha çox layihə açıldı bir dənə. 26 dənə idi keçən səfər mən baxanda səhv eləmirəmsə. Bəli, 26 dənə layihə hal-hazırda Türkiyə açıldı. Məsələn, burada 1 illiyinə var. Boluya 1 aylığına var idi. Məncə mən bura müraciət eləyə bilərəm. Bəli. Bolu zaten mənim bundan qabaq könüllü elədiyim şəhər idi. Mən Türkiyədə 2 ay Boluda könüllülük eləmişəm. Çox da tövsiyə edirəm. Çox yaxşı bir yerdir falan. Yəni əsasən də yay boyunca. Məsələn, görsək oxudum, mənim xoşuma gəldi bu proqram. Mən də sərf edir. Apply düyməsinə basırsınız. Və bu Boludakı səhv eləmirəmsə motivasiya məktubu istəmir. Ona görə və sizin profiliniz zaten hazırdır və sizin CV-niz də profilinizdə var. Sadəcə submit application-a basırsınız. İndi isə bu qəbul gəlməsə yaxşıdır.
Deməli müraciət edirsiniz. Bu artıq bir layihəyə müraciət elədiyiniz göstərir. You already applied for this opportunity. Siz artıq bu layihəyə müraciət elədiniz. Və sizə e-mail gəlir ki, bəs çox sayın gün müraciət eləmisiniz falan. Əgər onları cəlb eləsə, onlar sizə geri dönüş eləyəcəklər ya e-mail. Bu arada onu da qeyd edeyim. Elə vaxt ola bilər ki, fərqi yoxdur. Siz 100 dənə layihəyə müraciət eləyin ya da ikinci ola bilər ki, sizə yalnız onundan geri dönüş gəlsin. Çünki sizin əgər təcrübəniz yoxdursa həmin sahələrdə, onlar sizi seçməyəcəklər. Məsələn, bura daha çox idmanla bağlı birilərini istəyir. İdman sahəsində təcrübə olan biriləri. Əgər mənim daha çox biologiya sahəsində təcrübəm varsa, bunlar məni seçməyəcəklər. Çünki nə mənim axtardığım layihə olur, onlar olur, nə də ki, onların axtardığı könüllü mən oluram. Ona görə onlar məni seçmirlər. Ona görə deyirlər ki, həmişə öz ə, təcrübənizə, bacarıqlarınız, istəklərinizə görə önünüzə gələn layihələrə müraciət eləməyin. Çünki qəbul gəlməyə bilər. Və qəbul gəlməyəndə belə, onlar sizi istəməsələr belə, onlar sizə geri dönüş eləmirlər. Sadəcə onlar ə, intervyuya dəvət eləmək istədiklərinə ya da ki, onların könüllü olmasını əgər istəsələr, o zaman sizə geri dönüş eləyərlər ki, bəs sizə intervyuya dəvət edirik, sizə daha da yaxından tanımaq istəyirik falan kimi bir şey. Belə, yəni belə layihələrə müraciət edirsiniz. Bir dənə baxım görüm elə layihə varmı ki, mən orada sizə göstərim ki, motivasiya məktubu da məsələn hissəsi necə olur. Bir dənə randomlu məsələn 6 həftəlik layihə var. Bura müraciət edə bilmirəm, çox qısadır yəqin ona görə. Tutalım ki, bura. İnanmıram bura müraciət edə bilmirəm. Eləmirəm. İndi böyük ehtimalla yalnız bir ay bura müraciət elədim. Böyük ehtimalla indi mən artıq könüllülüyümü elədiyimə görə bir neçə müddət ərzində bunlar məndən sadəcə bir aylıq layihələrə müraciət edə bilərəm. Bu da olmayacaq. Belə yəni qısacası əgər tapa bilmirəmsə çox qalmayaq bunun üstündə. Yəni ki, beləçinə müraciət edin. Yəni çətin proses deyil. Motivasiya məktubunda da kömək lazım olsa mənə deyə bilərsiniz. Mən sizə köməklik göstərərəm, o motivasiya məktubları falan yazıram. Bir dəqiqə. Saytın adı ESC. İndi onları oxuyuram. İngiltərədə yoxdur bu layihələr, ESC layihələri. Bir çox suallar gəlib. Bir dənə salam, mən İngiltərədə Oxford Universitetində təhsilimi davam etdirmək niyyətindəyəm. Bu haqqda ətraflı danışa bilərsiniz, zəhmət olmasa. Mən onlar barədə danışacağam inşallah. Bu barədə, ESC platforması barədə nəsə yeni sualınız varmı? Varsa, deyin ki, belə davam eləyək öz suallarla elə. Saytın adı ESC. Belənçinə yazsanız gələcək zaten. ESC. Okey, ekranı görürsünüz. Biz slaydlara davam edək. Bəli, görürəm. Super. ESC barədə nəsə sualınız varsa, səsli zəhmət olmasa deyərsiniz. Hər dəfə baxa bilmirəm çata çünki. Yoxsa davam edək. Okey. Daha sonra burada mənim sadəcə biraz təcrübələrimi paylaşmaq istədim sizlə. Məsələn, biz Türkiyədə olanda bizi orada könüllüləri bir çox başqa şəhərlərə aparırdılar, ödənişsiz. Məsələn, biz burada Ankaradayıq, Türk Kültür Kampına aparmışlar bizi orada 2 günlükünə çadırda falan yatırıb çox da ləzzət eləyirdi. Sonra Rumuniyada olanda başqa ölkədən, İspaniyadan, İtaliyadan, Almaniyadan gələn dostlarımız var idi. Onlarla birlikdə təlimlərə qatılırdıq. Burada da elə həmçinin sertifikatlar falan əldə eləyirdik. Sonra Gürcüstan komandası ilə birlikdə işlər eləyirdik biz Türkiyədə. Bu Amerikada olduğum vaxtlarda, Amerikada mən 12-ci sinifin məzunu olanda, bura Türkiyədə mənim Boluda qaldığım şəhər idi. Bizə at sürməyə aparırdılar. Yəni demək olar ki, hər şeyi özləri eləyirlər. Burada mən Amerikada prezentasiya falan edirəm, burada könüllülüklə məşğul oluruq. Belə, yəni ki, mən Amerikada olduğum müddətdə onların Lacrosse adında bir idman növü var. Mən onunla məşğul olurdum. İndi onun köynəyini də geymişəm əslində. Lacrosse. Bizdə Azərbaycanda heç kim bilmir böyük ehtimalla həmin idman növünü. Onlar daha çox Amerika, Kanadada məşhur olan idman növləridir və belə elə bil onların çubuqları olur.
bu çubuqla oynayırsınız və ağır, yəni tenis topundan qat-qat ağır bir topla işləyirsiniz. Yəni masa tennisi yox, beləncə tennislə qat-qat ağır top var, ondan tutursunuz, atırsınız belə. Okey. İndi gəlin Erasmus proqramları barədə danışaq və onların növləri. Deməli, Erasmus Plus Avropa İttifaqının maliyyələşdirdiyi bir proqramdır və məqsədi gənclərə, tələbələrə, müəllimlərə və gənc təşkilatlarına təhsil, təcrübə, könüllü və mübadilə imkanlarını təqdim edir. Və proqram tamamilə ödənişsiz olur. Bu və bütün xərclər, yenə də dediyim kimi bundan qabaq aviabilet, yaşam, sığorta, yemək, bunların hamısı Avropa İttifaqı tərəfindən qarşılanır. Və deməli, ESC, deməli, Erasmus proqramlarının növləri Avropada qısa müddətli təhsil, bir semestrdən bir ilinə. Bir çoxları deyir ki, Erasmus proqramı Azərbaycanla bağlanıb, falan, yəni bağlanmayıb. Sadəcə bəzi universitetlər Azərbaycanda Erasmusun ə, partnyorluğunu kəsib. Elə universitetlər var, hələ də partnyordur. Məsələn, mən Rumuniyada olduğum müddətdə bir dənə oğlan var idi orada. Bir semestrını Azərbaycanlı idi. Getmişdi Rumuniyada təhsil almağa. İndi yaxın zamanlarda qayıdacaq o. Orada bir semestr tamam olur onda. Məsələn, onun bilmirəm hansı universitetdə idi. Naxçıvan idi deyəsən. Yox, Naxçıvan deyil, başqa yerdən idi. Gəncə falan idi, səhv eləmirəmsə. Nəysə, amma ki o universiteti Erasmus partnyorluq eləyirdi deyə o gedə bilirdi. Siz yenə də universitetin dekanlığı ilə siz onu dəqiqləşdirə bilərsiniz ki, bəs hələ də Erasmusdan onlar əlaqədədirlər yoxsa yox. Daha sonra beynəlxalq gənclər mübadilə layihələri var. Bunlar normalda bir neçə günlük olur, 7 günlük, 12 günlük falan, yəni qısa müddətli təlimlərə qatılmaq olur. Burada könüllülük olmur. Daha sonra internship proqramları var, könüllülük bayaqları danışdığım ESC layihələri və təşkilatların inkişaf üçün təlimə və layihələr də var. Yəni bunlar təşkilatlar arası layihələr, təlimlər keçirilir. Məsələn, Azərbaycanda hansısa bir təşkilat var, hansı ki Erasmus proqramları ilə əlaqəlidirlər. Onlar təşkilatın üzvlərini, bir də həmin təşkilatın üzvləri hansısa bir ölkəyə gedirlər, bir ortaq təlim keçirirlər ya da ki layihəyə qatılırlar, eləncə bir şey olur. Və Tamam. aha, Çox üzr istəyirəm, sözünüzü kəsdim. Bir şey soruşacaqdım. Yox, yox. Video qeyd paylaşılacaq. bilmirəm ki paylaşılacaq, çünki mən rekord eləmirəm ona görə. Çox sağ olun. Ümid eləyirəm paylaşılar, amma onu mən dəqiq bilmirəm, yalan deyərəm. Amma soruşaram yenə də, dəqiqləşdirərik. Okey. Deməli, Erasmus Plus proqramları kimlər üçündür? Deməli, dediyim kimi bayaqları Erasmus Plus geniş auditoriya açıqdır. Amma əsasən bunlar iki böyük kateqoriyası var. Yəni, bir var gənclər üçün Youth Exchange Training Courses and ESC, yəni burada yaş həddi 13-30 yaş. 13 yaşdan biraz çətin olur proqramları tapmaq, amma yenə də olur. Amma daha çox proqramlar 18-30 ya da ki 18-25 yaş arası olur və onlara daha çox üstünlük verilir. Çünki viza prosesində belə 13 yəni 18 yaşdan aşağı olsun, o dokumentlər bir tutam ki 10 dənə idisə, o 30 dənəyə, o 20 dənə olacaq da, dokumentlər də böyüyür və onlar da belə çox da o işlərə girişmək istəmirlər ki, məsələn çox da dokument işləri falan olmasın, yəni daha rahat qəbul gəlsin. Ona görə 18 yaşdan yuxarı daha çox seçirlər. Amma yenə də dediyim kimi elə layihələr olur ki, orada 16 yaşdan, 14 yaşdan, 15 yaşdan olur qəbul. Və ESC layihələrində ya da ki belə təlimlər üçün getmək istəyirsinizsə, könüllü üçün getmək istəyirsinizsə, onların fərqi yoxdur ki, siz tələbəsiz, müəlliməsiz, işləyirsiniz, işləmirsiniz, təhsiliniz yoxdur. Onlara fikir vermirlər. Yəni sizin tələbə olmağınız şərt. Məsələn, mənim 18 yaşım var. Mən 2024-cü ildə məktəbimi bitirmişəm, amma hələ də universitetdə oxumamışam. Hələ ki Erasmus proqramları ilə xarici ölkələrə ya da başqa proqramlarla xarici ölkələri gəzirəm. Amma ki Amma mən yenə də qəbul ala bilirəm. Niyə? Çünki burada təhsil tələbi yoxdur. Və sizin burada akademik göstəricilərinizə baxmırlar. Düzdür, məndə hamısı yüksəkdir, məktəb qiymətləri falan, amma ki burada akademik göstəricilərə baxmırlar. Burada daha çox sizin təcrübələrinizə, sosial aktivlərinizə, bundan qabaq gördüyünüz işlərə, beləsinə daha çox baxırlar. Və xarici dil bilmək üstündür və bura sizə IELTS falan lazım deyil. Yəni əsas oda ingilis diliniz B1, B2 səviyyəsində olsun yetərlidir. Daha sonra bir də ki var tələbələr üçün. Erasmusu daha çox elə tələbələrə
görə, yəni ki, universitet bir semestrdən bir illiyinə gedib oxursunuz, onu 10 kimi tanıyırlar. Və burada ali məktəb tələbəsi olmaq mütləqdir. Mütləqdir ki, siz ə, universitetdə bakalavr oxuyasınız bu proqrama müraciət etmək üçün və ən azından birinci kursun ikinci semestrindən etibarən müraciət edə bilərsiniz. Və burada da sizin ortalamanız yüksək olmalıdır. İndi GPA 2.5 falan bunlar daha çox Amerika sisteminə görədir. Amma ki bir 65-dən 70-dən yuxarı olmalıdır sizin ortalamanız, məktəb ortalaması, universitet ortalaması və burada ingilis dili artıq mütləqdir. Yəni sizin ingilis dil səviyyənizi təsdiqləyən sənəd olmalıdır. IELTS ola bilər, TOEFL ola bilər, Duolingo ola bilər, Cambridge imtahanları ola bilər, bir çoxları ola bilər. Amma ki olmalıdır. Elə universitetlər də var ki, deyirlər ki, bəs sizin əgər IELTS-ınız, TOEFL-unuz yoxdursa, okey. Amma ki biz sizə ya link atacağıq, ya sizə intervyu eləyəcək universitet deyir. Yəni universitetin daxili imtahanı olaraq elə sizə ingilisinizi yoxlayacaq. Amma ki əksəriyyəti IELTS, TOEFL istəyir və siz yəni minimum 6.5 almalısınız IELTS-dan. Mən IELTS vermişdim yanvarda 7.5 aldım və çətin deyil. Yəni çox da çətin bir şey deyil. Sadəcə ingilisinizin biraz üstündə işləyin. Yoxsa başqa yəni çətinliklər yoxdur orada. Daha sonra bilmirəm, istəyirsiniz bunun şəklini çəkə bilərsiniz. Burada yəni qısaca göstərir ki, bəs Erasmus nə kimi bir növləri var, istəyirsiniz skrin eləyin. Nə kimi növləri var, nə kimi neçə günlükdür, məqsədləri nələrdir, bunları paylaşılır. İndi 5 saniyə çevirəcəm. Okey, davam eləyək. Deməli, müraciət prosesi burada necə olur? İstəyirsinizsə burada mənim paylaşdığım linklər də var. İstəyirsinizsə linkləri təlimdən sonra mən qrupda paylaşaram. Deməli, siz ilk öncə layihə tapırsınız. Və burada linklərini də paylaşmışam, hansı layihələrə qatıla bilərsiniz, nə kimi layihələrə qatıla bilərsiniz. Və Facebook qruplarına da qatıla bilərsiniz. Orada yəni Facebookda, Telegram qruplarına veb saytda paylaşılandan sonra orada paylaşılır. Yəni ki, ilk ora paylaşılır və Instagram qrupları da olur bəzən European Solidarity Corpus-un falan. Daha sonra CV hazırlayırsınız. CV-də bu Europass linki var. Buradan hazırlayırsınız. Bu yəni elə belə Word dokument formasında hazırlanmış CV-lər deyil. Bilmirəm, məndə indi telefonda var onun məsələ ki yoxdur deyəsən. Yoxdur telefonda. Göstərmək istərdim ki, yəni necə olur? Yəni uzun elə bil PDF kimi PDF də deyil, dokument də deyil. Yəni sadəcə belə aşağı yuxarı eləyə bilirsiniz. Yəni onda səhifələrdən sonra dəyişir. Yəni bir səhifəlik bir şey deyil. Yəni yenə təcrübənizə görə təcrübənizdən əsasən onların səhifəsi məsələn məndə 4-5 səhifəlidir CV-m. Yəni elələri var 1 səhifə, 2 səhifə, yəni təcrübələri çox olmadığına görə. Daha sonra CV hazırlayırsınız və təcrübələriniz, bacarıqlarınız, dil bilikləriniz, sertifikatlar, könüllü fəaliyyətlər əgər bundan qabaq eləmisinizsə, iş təcrübəniz, yəni bunların hamısını siz öz CV-nizə qeyd eləyirsiniz. Və motivasiya məktubu yazırsınız. Motivasiya məktubunu qısa, səmimi və motivasiyanızı göstərən bir məktub olsun. Yəni ki, əgər siz 2 sözü, 2 cümləni daha doğrusu 5 cümləni 2 cümlə ilə fikrinizi ifadə edə bilərsinizsə, o zaman yəni sizin o 5 cümləni yazmaq çox mənasız olacaq və qəti cəlbedici olmayacaq. Yəni zaten universitetlər olsun, xarici ölkələr belə layihələr olsun. Onlar 200 nəfərin hamısının motivasiyasını diqqətlə oxumurlar. Onlar ilk 2-3 cümləni oxuyurlar, görürlər ki, yox, bu güclü CV deyil, motivasiya məktubu deyil, sildi. Yəni baxmırlar. Ona görə də ilk 3 cümlə çox önəm daşıyır. Ona görə də bacardığınız qədər siz bu motivasiya məktubunuzu, yəni niyə qatılmaq istəyirsiniz bu layihəyə ya da bu universitetə niyə qatılmaq istəyirsiniz? O sahədə təcrübələriniz varsa, onları bölüşürsüz. Elə. Və bu layihəyə qatılsız, sizin onlara nə kimi qatqınız olacaq və daha sonra bu layihəyə qatılıb Azərbaycana gəldikdən sonra nələr eləyəcəksiniz, onları qeyd edirsiniz. Və müraciət eləyirsiniz motivasiya məktubunuzu yazdıqdan sonra da və müsahibə.
prosesi olur. Əgər qəbul alsanız inşallah. Müsahibə prosesində də yəni qısa onlayn Zoom üzərindən, yəni ki, indi Google Meet üzərindən özləri seçirlər. Eləcə sizə link atılır, deyirlər ki, bəs biz sizi daha yaxından tanımaq istərdik. Sonra sizə orada suallar verirlər ki, yenə də motivasiya məktubu yazdığınız kimi, yəni niyə qatılmaq istəyirsiniz? Bizim sizə nə kimi qatqımız olacaq? Özünüzü təqdim edin, mənfi müsbət cəhətlərinizi. Yəni indi onların verdiyi suallar demək olar ki, hər dəfə eynidir bütün layihələrdə və müsahibələrdə ingilis dilində olur, Azərbaycan dilində olmur. Və qəbul aldıqdan sonra da artıq viza prosesinə, əgər viza lazım deyilsə həmin ölkəyə, beləçinə biletinizi alırsınız, gedirsiniz. Daha sonra Erasmus üçün vacib məsləhətlər. Bütün layihələrə erkən müraciət eləməyiniz çox məsləhət görürəm. Yəni məsələn indi hansısa bir layihə açıldı, görürsüz ki, iyula qədər açıldı. Onun iyula qədər açıq olub olmasına baxmayın. Çünki iyula qədər açıq olsa da o iyula qədər artıq bəlkə də istədiyi könüllünü tapacaq ya da istədiyi şəxsi öz universitetdə tapacaq və sizi qalacaqsınız qıraqda. Sizin göstəriciləriniz həmin qəbul alan şəxsdən yüksək olsa belə. Çünki siz gec müraciət eləmisiniz. Yəni o deadline-ı gözləməyin. Və bacardığınız qədər aktiv olun. Yəni çoxları deyir könüllü boş şeydir falan. Yəni qəti olaraq fikir verməyin. Könüllülük gələcək üçün qapıdır sizin üçün. Açardır daha doğrusu qapınıza. Yəni mən demək olar ki, bu qədər uğurumu könüllülüklər elədiyimə görə, sosial aktivlik olduğuma görə, sosial aktiv biri olduğuma görə qazanmışam. Və iştirak edin ki, CV-nizə güclü olsun. İndi adi işlərə belə müraciət eləyəndə orada sizə deyirlər ki, mənə son universitetdə oxumusan, universitetdə oxuduğunuz müddətdə nə kimi işlər görmüsüz? Nə kimi təcrübələr əldə eləmisiniz? Nələr eləmisiniz? Özünüz üçün, universitet üçün nələr eləmisiniz? Onları danışın. Daha sonra dediyim kimi motivasiya məktubunda fərqliləşirin. Bir layihəyə motivasiya məktubu yazırsınızsa, o motivasiya məktubunu başqa layihəyə yaza bilməzsiniz heç bir vaxt. Yəni hər layihə üçün bir motivasiya məktubu olmalıdır. Və dil bacarıqlarınızı bacardığınız qədər inkişaf elətdirin və ingilis dilinin üstünə düşsüz daha yaxşı olar. Və dediyim kimi Facebook, Telegram kanallarına da mütləq şəkildə qoşulun. Daha sonra xarici təhsil yolları. Deməli, təqaüdlü proqramlar çoxdur. Flex proqramı Amerikada tam təqaüdlü bir illik təhsil proqramıdır. Mən bu proqramın qalibi olaraq xarici ölkəyə getdim. 1000 nəfər müraciət edənlər arasından, iştirakçı arasından 23 nəfər Azərbaycanda seçildi, getdik Amerikaya bir il müddətində. DEAD proqramı var. Bu da Amerikada, daha doğrusu Almaniyada magistr təhsilidir tam təqaüdlü şəkildə. Erasmus Mundus var. Bu da Erasmusun bir növüdür. Erasmus Mundus isə magistraturanı xarici ölkələrdə və burada bir ölkədə deyil, bir neçə ölkədə sən magistraturanı oxuyursan. Hər semestr fərqli-fərqli ölkələrdə. Fulbright təqaüdü var. Bu Amerika Birləşmiş Ştatlarında magistratura və doktoranturanı tam təqaüdlü oxumaq istəyənlər üçündür. Və Chevening, bu da Böyük Britaniyada magistrat təhsili. Bunların əksəriyyəti magistraturadır. Və universitet seçimi edərkən sizə ən çox böyük məsləhət görə biləcəyim şeylər odur ki, fakültə seçərkən maraqlarınıza diqqət edin. Yəni ki, əgər sizin tutağım ki, nə bilim, dizayna marağınız varsa, siz həkim olmayın. Çünki bu fakültədə siz oxuyacaqsınız. Bu 4 ili, bu 3 ili siz oxuyacaqsınız və bu həyatı da gələcəkdə siz yaşayacaqsınız. Sonra da peşman olacağınız addımları atmayın. İndi Azərbaycanda elədir ki, Azərbaycanda bir çox ölkələrdə onu görmüşəm. Valideynlər uşaqların nə olmasını seçirlər. Məsələn, mən o qədər dostlarım var ki, mənə deyirlər ki, bizi valideynlər məcbur edir ki, mən həkim olum, mən hüquqşünas olum, amma mən o ixtisası seçmirəm. Və sonradan da uşaqlar peşman olur ki, onlar valideynlərinə qulaq asdılar. Çünki öz istəklərinə görə deyildi. Ona görə də öz istəyinizə görə universitetlərə, yəni ixtisaslara seçim eləyin. Və universitetlərə də müraciət eləmək çox-çox asandır. Mən bəlkə də 1 saat ərzində 2-3 dənə universitetə müraciət eləyirdim. Yəni çətin bir proses deyil və onun üçün hansısa təhsil şirkətlərinə $1000, 1000 manat, 700 manat belə olsa ödəməyə qəti dəyməz. Yəni şirkətlərlə işləmək sizin həm psixoloji yanınızı koruyacaq, həm sizin əsəbinizi, stressinizi olacaqsınız. Yəni o zamanı gözləmək var. Yəni əgər hansısa bir çətininiz olsa falan mənə deyərsiniz, mən sizə köməklik göstərərəm, necə müraciət etmək lazımdır. Zaten hazır dokumentlər varsa zaten əlinizdə heç bir şey lazım deyil. Zaten dokumentləri sadəcə yerləşdirirsiniz elə bil ora. Başqa bir şey lazım deyil.
Daha sonra təhsil xərclərini də öncədən araşdırın və ChatGPT-dən məsləhət ala bilərsiniz, amma ki, dəqiq informasiya istəməyin ki, filan universitet nə qədərdir, filan universitetin tələbləri nələrdir. Çünki ChatGPT deyə bilər ki, məsələn, tutağım ki, İtaliyada Bologna Universiteti. O Bologna Universiteti ə, deyir ki, tutam 3000 evrodur. Amma sən həmin Bologna Universitetinin rəsmi veb-saytına girirsən məsələn olaraq, görürsən ki, 13 min evrodur. Yəni bu sənə yanlış informasiyanı verir. Ya da ki deyir ki, tutalım ki, Bologna Universiteti 6 balıq IELTS-na qəbul edir və başqa heç bir sənəd lazım deyil. Amma deyirlər ki, yox, mən bizə 7 balıq IELTS lazım, məsələn deyirəm indi. 7 balıq IELTS lazımdır və başqa bir imtahan daha verməlisən. Ona görə də yəni ChatGPT-yə şey eləməyin, güvənməyin çox da. Sadəcə məsələn universitet siyahısına atmaqsını istəyə bilərsiniz. Məsələn tutam ki, İtaliyada olan ya da İspaniyada olan top universitetləri mənə göstər, top dövlət universitetlərini göstər, xarici ölkə vətəndaşların müraciət etməsi üçün. Və universitetlər də onu diqqət eləyin ki, ə, siz elə bil yox, ona müraciət eləyin, ona diqqət eləyin ki, orada əgər Avropa vətəndaşısınızsa, orada qeyd eləyirlər. Avropa vətəndaşısınızsa, siz ödənişsiz təhsil ala bilərsiniz xarici ölkələrdə, Avropa ölkələrində. Ya da ki, bir tutalım ki, 13 min evrodursa, sən 3 min evro deyəcəksən, amma ki, Avropa ölkəsindən olmayan bir vətəndaş 13 min evro deyəcək. Ona diqqət edin. Daha sonra ən çox verilən suallarda təqaüdlərinə müraciət üçün GPA nə olmalıdır, hansı sənədlər lazımdır desələr, bunların hamısını rəsmi veb-saytlarından zaten araşdıra bilərsiniz. Tutam ki, hansısa Bologna Universitetində müraciət etmək istəyirsiniz ya da İspaniya Universiteti. Yazırsınız ki, University of Hispania ya da ki, indi həmin İspaniyada hansı universitetlər varsa, onun adını yazırsınız. Mən İtaliyada bir dənə Bolognanı bilirəm, onu deyirəm. Ya da ki, Avstriyada bir dənə Viyana Universiteti və University of Vienna. İlk gələn zaten həmin universitetin rəsmi veb-saytı olacaq. Oradan girib bütün məlumatlara baxa bilərsiniz, rəsmi məlumatlara. Həmçinin onlar hansı təqaüdləri qəbul edir, nə qədər təqaüd verirlər falan, onların hamısı da orada paylaşılır elə rəsmi universitet səhifəsində. Daha sonra motivasiya məktubunu dediyim kimi, niyə müraciət etmək istəyirsiniz? Təcrübənizi və bacarıqlarınız həmin sahə üzrə. Əgər sizin sahə, dediyim kimi, təcrübəniz həmin layihə üçün idman sahəsindədirsə ya da həkimlik sahəsində götürsəm ki, axtarır və sizin sahəniz, daha doğrusu təcrübəniz dizayn sahəsindədir. Siz dizayn sahəsində olan təcrübələrinizi yazmayın biologiya istənilən yerdə. Siz yazın ki, məsələn, bundan qabaq atıram da indi first aid, tibbi yardım məsələn, əgər bundan qabaq təcrübəniz olubsa onu yazın falan. Yəni dizayn yazsız onları qəti cəlb eləməyəcək, siləcəklər sizi müraciət eləmək listindən. Və sonda da layihəyə niyə qatılmaq istəyirsiniz? Bunun səbəbiniz nədir? Onu qeyd edirsiniz. Deməli, uzun və lazımsız məlumatlar yazmaqdan qaçının. Həm CV-də, həm motivasiya məktubunda, həm rekomendasiya məktubunda bunlardan qaçının. Və CV-də də şəkili professional seçin. O qədər CV-lər görürəm ki, yuxarıdan çəkilmiş bir effektlə, Snapchat-la olur, ya da ki, yəni onlar qəti olmasın. Eləncə olanda yəni onlar cədvələn deyirlər ki, bunlar yəni çox da ciddi almırlar bunu. Ona görə də rəsmi professional şəkildə adi 3-ün 4-ü şəkil, pasport şəkilləri paylaşa bilərsiniz. Amma ki, sizin sifətinizin filtrsız, yəni ki, o Snapchat effektləri olmadan təbii görünən birini də demə makiyaj falan eləyir. Məsələn, qızların məsələn, demirəm makiyaj falan eləyə bilərsiniz. Amma ki, sifətiniz tamamilə aydın görsənsiniz, filtrsız. Dil səhvlərinə diqqət edin. Məsələn, bir səhv, bir dil səhvi cümlənin tamamilə anlamını dəyişə bilər. Ona görə də onu da fikir verərsiniz ki, yəni bütün cümlələri düzgün yazasınız və formanı da sadə və oxunarlı tutun. O qədər CV-lər atıblar ki, mənə görürəm ki, fərqli çox absurd dizaynlar olur, mənasız rənglər seçilir. Ona görə sadə, yəni qısa, yəni sadə, yəni çox da belə effektdən istifadə olunmayan CV-lər yaradın. Və bu qədər. Bu seminara qatıldığınıza görə çox təşəkkür edirəm. Əgər nəsə hansı bir sualınız varsa, buyura bilərsiniz. Hansı bir sualınız varmı? Salam, şey, mənim əslində bir sualım var idi. Burada Aha, məsəl buyurun. üçün
Verə bilməyəcəyim bir-iki sual var idi. Yəni indi hal-hazırda verə bilmirəm də, amma ki, yəni sizə şəxsdə yazıb onları rahatlıqla verə bilərəm universitet Aha, haqqında. təbii ki də olar. Elə qrupda mənim nömrəm də var. Yəni əgər istəsiz elə Qrupa oradan yenidən ata bilərsiniz, çünki biraz şey görə bilmədim orada. olar yazarım. Çox sağ olun. Okey, təbii ki də. Başqa sualı olan var? Sualı yoxdursa, o zaman biz bitirə bilərik. Ümid edirəm sizə ən azından biraz da olsa faydam oldu və çox təşəkkür edirəm ki, qatıldınız təlimə. Nəsə sualınız falan olsa, buyurub yaza bilərsiniz. Yəni çəkinmədən. Okey? Oldu, yəni başqa sualınız falan yoxdur, düzdür? Okey o zaman. İzlədiyiniz üçün çox təşəkkür edirəm. İnşallah ki, xarici ölkələrə də hamımız birlikdə gedərik, birlikdə qarşılaşarıq hansısa xarici ölkələrdə bunlar sayəsində. Çox təşəkkür edirəm. Hələlik özünüzə yaxşı baxın.